Hər vaxtınız xeyir olsun dəyərli izləyicilərim. Bugün sizlərlə ətli piroqun reseptini bölüşəcəm. Əvvəlcə 3 stəkan un, 250 qram kərəyağını maçağına gətiririk əlimizlə. Daha sonra 1 stəkanlıq süt, 1 çay qaşığı maya, 1 çay qaşığı duz və 1 çay qaşığı pisuq. Əldə edib bunlarda xəmiri əlavə edirik və xəmiri yoğururuq. Nəzərinizə çatdırım ki, ətli piroqun xəmirini çox yoğurmaq olmaz. Üzərinə isti bir kürük gəlir, ikinci dəfə gəldikdən sonra havasını alırıq və yenə bir kürük yenə gəlir. Daha sonra xəmiri 22-23 ədəd kündələrə bölürük. Ətli içliyimizi qoyub bükürük, istədiyimiz formada bükə bilərsiniz. Üzərinə yumurta sarısı və küncük əlavə edirik. Qızdırılmış peşdə 180 dərəcədə təxminən alt-üst rejimdə üzəri qızarana dək bişiririk. Hazırlayacaq olan hər kəsin nuş olsun.